Salam əziz dostlar. Bugün mən sizə bəzi tip modemlərdə Wi-Fi kodunu tapmaq yolunu göstərəcəm. Bəziləri buna qırmaq deyir. Bunun üçün bizə iki proqram lazımdır. Hər iki proqramın yükləmə linkini videonun aşağı hissəsindən tapa bilərsiniz. Oradan tapıb yükləyə bilərsiniz. Mən bu proqramı artıq yükləmişəm. Ona görə yenidən yükləməyə ehtiyac yoxdur. Proqramı yüklədikdə bir RAR arxiv faylı kompüterizə yüklənəcək. Adı bu şəkildə olacaq. Həmin RAR faylı açırsınız. Oradan Wizard düyməsini sıxırıq. Qatov seçirik. Zip arxivin içərisindəki qovluqlar işçi masaya çıxarılır. İşçi masaya çıxarıldıqdan sonra Jumpstart proqramını işə salırıq. Kompüterimizi quraşdırırıq, daha doğrusu setup seçirik və proqram kompüterə quraşdırılır. Next seçirəm. Proqram kompüterə quraşdırılır. Proqram quraşdırıldı. Növbəti next seçirəm. Accept, next. Növbəti mərhələ gedir. Nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, bu proqram Wi-Fi kodunu qırmaq proqramı demək olmaz bu proqramı. Əslində bu proqram bəzi tip modemlər var ki, məsəl üçün TP-Link əsasən bu sistem üzərində işləyir. Bu modemlərin modemin aşağısının altında pin kod deyə bir şey var. Hər modemin özünə məxsus altında pin kod olur. Bu pin kod vasitəsilə həmin modemə daxil olmaq olur. Yəni modemə kod qoymadan belə o pin kod, əgər modemdə o sistem varsa, GOS sistemi səhvləmirəmsə, sistemi varsa, kod olmasa belə pin kodu yazmadan modemə qoşulmaq olmur. Və həmin modemlər bu pin kodu müəyyən məlumatlar, bu pin kodu müəyyən dalğa altında məlumat şəklində ötürür. Və normalda bunu əlbəttə ki, Wi-Fi qoşulan